Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizləri salamlayıram Vətən restoranın arxasından. Buzovna Mərdəkan şosesinə 200 metrlik yox heç, 100 metrlik məsafədən. 6,7 sot torpaq, 7 sotun içərisində, 7 sota yaxın torpağın içərisində inşa olunmuş bu sevimli ev. Niyə deyirəm sevimli? Çünki bu ev, bu proyekt satışa çıxan kimi ən uzağı bir aya satılır. Gəl Elvin, göstər onu. Onun çəkilişini eləmişdim mən sizlər üçün. Çəkilişini eləyib onu paylaşmışdım. 550.000 manata paylaşmışdım. O ev satıldı. Allah xeyir versin. Alana da xeyir olsun, satana da. Əzizlərim, mən isə bugün o evin yanında ikinci bu evi təqdim edirəm sizə. Bu evin qiyməti fərqlidir. 7 sota yaxın torpağın içərisində inşa olunub. 5 otaqlıdır. Qiyməti isə 580.000 manatdır. Avtomatik olaraq butla təchiz olunmuş darvazası. Birdən yalançı olaram. Qoyun. İşləsin görəsiz. Butla təchiz olunmuş darvazası avtomatik olaraq. Çox qəşəng, gözəl bir küçəsi var. Küçəni də göstərəcəm sizlərə. Buradan belə çıxıram, sol, bir dənə sağ, Vətən restoranının Mərdəkan tərəfə, Polis Akademiyası tərəf çıxan hissəsinə çıxıram. Bu hissədən isə çıxıram. Bu bax, yaş asfalt var. Oradan sola Vətən restoranının yan hissəsinə, şəhər hissəsinə çıxıram. Yaxın bir ərazidə. Düz mənlə üzbəüz Vətən restoranıdır. İndi isə Vətən restoranı bəyaz olub, əlbəttə ki. Keçirəm həyətə. 7 sot torpaq sahəsi, sol tərəfdə manqalini inşa olunub, yanında su hövzəsi qoyulub. Sağ tərəfdə həyət üçün nəzərdə tutulmuş, burada sanitar qovşağı mövcuddur. Buyurun. Avtomatik olaraq pultla təchiz olunmuş bir maşınlıq qaraj. Hamısını göstərirəm sizə. Necə qoyulubsa, necə işləyirsə, hamısını göstərirəm sizə. Bu kombi aparatı, həyətdəki söhbətgah və buradakı sanitar qovşağı üçün nəzərdə tutulub. Evin gözəl bir landşaft hissəsi var. Həyətində skameykalar, hətta çöp qablarına qədər qoyulub əzizlərim. 3 metrənin, yox 4 metrənin 7 metri olan aşma hovuzumuz və qarajla hovuzun tam mərkəzində yerləşən, döşəməsi isti döşəməklə təmin olunmuş, təchiz olunmuş söhbətgah. Yəni yay-qış mətbəxi. Yay-qış mətbəximizin daxilində mətbəx mebelimiz yığılıb, qaz sobamız qoyulub, qaz qoşulub, su hövzəmiz var, aspiratorda qaz qovşağının üstündə qoyulub işlək vəziyyətdədir. Ön hissəmiz cam balkondan təchiz olunub, birbaşa hovuza baxan hissə gözəl bir çıxışı var. Sol hissə yenə də cam balkondan təchiz olunub. Burada belə bir güşəmiz var, stol qoyulub oturmaq üçün kim istəsə otura bilər, kim istəməsə bu stolu aparıb başqa yerdə istifadə eləyə bilər. Əzizlərim, hovuzun isti hovuza birbaşa bütöv olaraq xəttləri hamısı çəkilib, hazırdır. İstənilən vaxtı birbaşa kim istəsə qoşub qışda da isti hovuz kimi istifadə eləyə bilər. Dəyərli izləyicilərimiz, evimiz yerdən 3 daş hündürlükdə kürsülü olaraq inşa olunub. Bura isə veranda birbaşa mətbəx otağının qarşısında yığılıb gözəl bir dizayna malikdir evimiz. Qiymət isə bugünkü gündə o evdən fərqli olaraq qiymət, yenə deyirəm, 580.000 manatdır. Torpağın da evində kupçası var, qazımız, suyumuz, işığımız, internetimiz hamısı daimidir. Su çıxan yer deyil, su basan yer deyil. Demək olar ki, hündür bir ərazidə yerləşir. İndi isə keçirik biz evin daxilinə. Evin daxilində isə 4 yataq otağı, 4 dənə sanitar qovşağı, mətbəx və qonaq otağı təqdim edəcəyik.
Gelelim, gəl keçək evin daxilinə. Buyur. Evimizin ümumi dəhlizi. Giriş qapıdan sonra. Sağ tərəfdə yerləşən dolab. Burada belə bir asılğan qoyulub. Sol tərəfdə verandanın qarşısında yerləşən mətbəx otağı. Mətbəx otağında bütün mebelimiz, mətbəx mebelimiz hamısı yığılıb, hər şey qoşulub, hazırdır. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Mətbəxlə üzbəüz geniş 35 kvadratlıq qonaq otağımız yerləşir. Qonaq otağımızın görüntüsü pəncərədən çölə baxışı birbaşa hovuza və söhbətgahadır. Qonaq otağına üzbəüz dəhlizdə belə bir bəzənmə stolu var. Onun arxasında birinci yataq otağı, yataq otağının daxilində sanitar qovşağı, burada bu evin içərisində 3 yataq otağının özünün sanitar qovşağı var, əzizlərim. 4 yataq otağı, 4 sanitar qovşağı yerləşir evin daxilində. Bir dənə yataq otağımız budur ki, daxilində sanitar qovşağı yoxdur. Bu da 20 kvadratdan yuxarıdır ölçüsü. İki yataq otağı tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. İki yataq otağının da özünün daxilində sanitar qovşağı yerləşir. Tam kupçalı, tam təmirli, sıfır yaşayış, yəni yaşayış olmayıb evdə. İnşallah kim alacaqsa birinci sahibi o olacaq. Start qiyməti isə bugünkü gündə 580 min manatdır. Endirim olunacaq əlbəttə ki. Bu da 4-cü yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı yerləşir. Çox sağ olun əziz izləyicilərimiz. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. Biz hər gün bazarda olan evləri çəkib sizlərə təqdim edəcəyik.